Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin emmâ ba'd. Bir daha esselamu aleyküm ve rahmetullahi ve berekatuhu kardeşler. Alemlerin Rəbbi olan Allah'a həmd olsun ki, bizləri yenə özünü zikr etmək üçün belə gözəl bir məclisdə cəm eləyib. Bu da Allahın bizlərə bəxş etdiyi əzəmətli nemətlərdən biridir. Həmçinin bizim bu günlərimiz Zilhiccənin ilk 10 günündə düşdüyü üçün bu yer üzərində olan ən fəzilətli günlərdir. Və bu günlərdə edilən əməllər Peyğəmbər sallallahu aleyhi və səlləmin xəbəri ilə digər günlərdə, ilin digər günlərində edilən əməllərdən üstündür. Və ona görə də Allah'a həmd olsun ki, bu nemətləri bizim üçün cəm eləyib və bizləri müvəffəq olan qullardan eləsin. Allahümmə amin. Deməli, qardaşlar, qəlblərin islahı haqqında biz hədislər oxuyurduq. Şeyx Abdurrazaq Əl-Bədr Hafizahullahın. İndi də həmən hədislərdən birini oxuyacaq inşallah. Qəlbin doğru yol üzərə olması. Və buyurur ki, Rava Əl-İmam Əhməd an Ənəs bin Malik radiyallahu anhu qal. İmam Əhməd rahiməhullah Ənəs bin Malik radiyallahu anhudan rəvayət edib deyir ki, Ənəs bin Malik belə dedi. Qalə Rasulullah sallallahu aleyhi və səlləm. Allah elçisi sallallahu aleyhi və səlləm belə dedi. Lə yəstəqimu imanu abdin həttə yəstəqimə qalbuhu. Bir qulun imanı onun qəlbi düzgün yol üzərə olmayınca onun imanı düzgün olmaz. Və lə yəstəqimu qalbuhu həttə yəstəqimə lisanuhu. Və onun dili düzgün olmayınca onun qəlbi düzgün olmaz. Qəlbi düzgün olmayınca imanı düzgün olmaz. Dili də düzgün olmayınca qəlbi düzgün olmaz. Və la yadxulu raculun el-cennete la ya'manu caruhu bawaiqah. Qonşusu onun şərrindən əmin olmayan bir kəs cənnətə girməz. Hədisin sonunda da Peyğəmbər sallallahu əleyhi və səlləm bunu buyurur. İmam Əhməd rivayet edib bu hədisi və Şeyx Albani Səhih Ət-Tərğib və Tərhibdə həsən olduğunu bildirib bu hədisin. Yəni məqbul hədisdir, gözəl hədislərdəndir. Və şeyx buyurur ki, biz bu hədisdən artıq görürük ki, qulun imanının düzgün olması onun qəlbinin islahı ilə düzgün olur. Və onun cəsədinin də, yəni bədəninin də doğru yol üzərə olması bununla olur. Qulun qəlbinin imanla islahı, bədəninin islahına neyir? Gətirib çıxarır. Və bir-birinə yəni bağlıdır. Və İbn Rəcəb rahimehullah deyir ki, imanın istiqamə üzərə olması, doğru, düzgün yol üzərə olması odur ki, onun əməlləri də, əzalarla etdiyi əməllər də doğru istiqamət üzərə olur. Və əzalarla olan əməllər isə qəlb doğru istiqamət üzərə olmadıqca doğru istiqamət üzərə də olmur. Yəni, belə deyək də, bunun əlaməti zahirdədir. Zahirdə əməllər doğru olmasa, qəlb doğru olmur. Qəlb doğru olmayanda iman doğru olmur. Əksinə baxanda, deməli qəlb salamat olmalıdır ki, qəlb düzgün olmalıdır ki, o insanın imanı salamat olsun, imanı düzgün olsun. İmanı da düzgün olandan sonra onun zahirdəki əzalarla etdiyi əməllər də nə olacaq? Düz olacaq. Bunlar bir-birinə bu cür bağlıdır. Və qəlbin də doğru yol üzərə olmasının əlaməti nədir, qardaşlar? Həmən qəlbin Allah sevgisi ilə dolu olması, Allaha olan itaəti sevməsi və Allaha olan asiliklərə nifrət etməsidir. O qəlbdə ki, Allahın sevgisi var, Allahın sevgisi ilə o qəlb doludur. O qəlb Allaha olan itaətləri sevir və Allaha olan asilikləri sevmir. Bu qəlbin doğru istiqamə üzərə olmasıdır, doğru yol üzərə olmasıdır. Belə qəlbin sahibi onun imanı da doğru olacaq, düzgün olacaq və nəticədə əzaları ilə etdiyi əməllər də düzgün olacaq. Allah bizləri də onlardan eləsin. Baxın, Allah Azza və Cəllə Fussilət surəsi 30-cu, 31-ci ayələrində buyurur ki, İnnellezîne qâlû rabbunallâhu thummestaqâmû tetenezzelu aleyhimul melâiketu ellâ tehâfû ve lâ tehzanû ve ebşirû bil cennetilleti kuntum tu'adûn. Nahnu awliyâukum fil hayâtid dunya ve fil âhire ve lekum fîhâ mâ teştehî enfusukum ve lekum fîhâ mâ tedda'ûn.
Bu əzəmətli ayələrdə Allah Azze və Cəllə xəbər verir, buyurur ki, həqiqətən də Rəbbimiz Allahdır deyib, sonra düz yol tutan kəslərə ölüm anında mələklər nazil olub deyirlər. Qorxmayın və kədərlənməyin. Sizə vəd olunan cənnətlə sevinin. Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin nəfsinizin çəkdiyi və istədiyiniz hər şey vardır. Cənnətdə. Fussilə surəsi 30-31-ci ayələr. Sonra Allah Azze və Cəllə buyurur ki, digər ayələrdə, Əhqaf surəsi 13-cü, 14-cü ayələrdə İnnellezîne qâlû rabbunallahu thumme istaqâmû felâ xawfun aleyhim və lâhum yahzanûn. Ulaike ashabul cenneti halidine fîhâ cezâen bimâ kânû ya'malûn. Həqiqətən də Rəbbimiz Allahdır deyib, sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar cənnət əhlidirlər və etdikləri əməllərin əvəzi olaraq, yəni mükafat olaraq, orada əbədi qalacaqlar. Allah Azze və Cəllə bizləri də onlardan etsin. Bax, bu ayələrə baxanda qardaşlar, biz görürük ki, həmən bu düz yolda olmağın şəni nə qədər ucadır. Həmçinin onun mükafatı nə qədər böyükdür. Mükafatı nədir? Cənnət. Cənnət. Yəni, bu görün nə qədər əzəmətli, əhəmiyyətli bir məsələdir ki, bunun mükafatının cənnət olacağını Allah Azze və Cəllə buyurur. Hansı ki, orada hər bir nəfsin istəyə biləcəyi hər bir şey var və ağlına gəlməyəcək belə əzəmətli neymətlər var orada. Nə istəyirsə Allah Azze və Cəllə insana orada ən gözəl pak neymətlərdən bol-bol verəcək. Və bilmək də lazımdır ki, qardaşlar, bu cür əzəmətli məsələlərdə həmişə nə olur? Həmən onu əldə etmək üçün müəyyən bir şərtlər olur, müəyyən bir səbəblər olur. Elə mücərrədən məsələn insan iddia etməklə ki, mənim qəlbim doğru yol üzərədir, bu sadəcə iddiadır. Qulun doğru yol üzərə olması, onun imanının islah olması, onun əzalarından etdiyi əməllərin islah olması birbaşa bağlıdır onun qəlbinə. Yəni, insanların çoxsu ola bilər ki, bəzən zahiri əməllərə fikir verirlər, zahirdə olan əməllərə fikir verirlər, amma görsənməyəni, daxildə olana çox da əhəmiyyət vermir. Amma məsələ budur ki, insanın həmən o daxildə olan aləmi belə deyək ki, qəlbi ilə bağlı olan məsələlər daha əzəmətlidir. Belə olan halda qəlb daha mühüm olduğu üçün və hər şeyin başı orada olduğu üçün imanın da, küfrün də, nifaqın da, təqvanın da başı qəlbdə olduğu üçün qardaşlar, daim şeytan oraya nə edir? Öz zəhərli oxlarını atır. Şeyx buyurur ki, qəlbə xəstəliklər, onun bəlaları silsiləvi bir şəkildə, davamlı bir şəkildə gəlir. Bax, bir var ki, insan belə ki, ildə bir dəfə gələcək, ayda bir dəfə gələcək. Hərsə bir imtihan deyim, bir sınaq mı deyim qəlbə. Amma belə deyil. Qəlbə daim onun imanını zəiflədəcək. Daim onun Allah Subhanahu wa Taala olan itaətini zəiflədəcək. Həmən o zərərli, zəhərli xəstəliklər silsiləvi bir şəkildə durmadan gəlir. Qəlb daim həmən bu silsiləvi gələn, davam edən xəstəliklərə məruz qalır. Nəticə nə olur? İnsan imanı zəifləyir. Onun Allaha olan itaəti zəifləyir. Ona görə də hər bir kəs həmən o qəlbini müalicə eləməyə, qəlbini salamat saxlamağa həris olmalıdır. Həris olmalıdır ki, qəlbi həmən o zərərli xəstəliklərdən təsirlənməsin. Və yaxud da təsirlənirsə tez onu aradan qaldırsın, onu müalicə eləsin. Necə ki, insanların bədənləri xəstələnir, onların həmən o qəlbləri, yəni mənəvi aləmləri deyək də, mənəviyyatı, qəlb aləmi də bax bu cür xəstələnir. Peyğəmbər sallallahu aleyhi və səlləm necə ki bizlərə hər bir şeyi bildirdiyi kimi, necə ki sahabələr deyirdi, gecəsi gündüzü kimi aydın olan bir yol üzərə buraxmışdı. Və bu qəlb xəstəliklərini də bizlərə bildirib ki, hətta biz özümüzü o xəstəliklərdən qoruyaq, qardaşlar. Gözəl hədislərdən birində Peyğəmbər sallallahu aleyhi və səlləm qəlbin məruz qaldığı
həmin o bayaq dediyimiz silsiləvi şəkildə şeytan tərəfindən insanın qəlbinə gələn həmin vəsvəsələr və sair vasitəsilə xəstəliklər var. Silsiləvi bir şəkildə gəlir. Bu hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm həmin xəstəliklərdən ən əzəmətlilərindən 6-sını bizə bildirir. Əbu Hüreyrə radiyallahu anhunun rivayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Səyusibu umməti da'ul umam." Mənim ümmətimin də başına digər ümmətlərin başına gələn xəstəliklər gələcək. Fəqalu ya Rasulullah və ma da'ul umam. Deyirlər ki, ey Allahın Rəsulu, həmən o ümmətlərin xəstəliyi nə idi? Çünki bu da səhabələrin hərisliyi idi. Dərhal öyrənmək istəyirlər ki, o xəstəliyi öyrənsinlər, bilsinlər və ondan uzaq dursunlar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əl-əşər, birincisi, Əl-əşər, naşükürlük, nankörlük, nemətlərə qarşı naşükürlük, qardaşlar. Sonra davam edir, Vəl-batar, ikincisi, nemət olanda da həddi aşmaq. Nemət gələndə həddi aşmaq, tüğyan etmək. Sonra vəttəkəthur, çoxluğa hərislik, mal toplamağa, övlad və s. hər bir halda sonra bunun çoxluğu ilə öyünmək, bu geniş mənalıdır. Çoxluğa hərislik və bununla öyünmək. Vəttənəcüşü fid-dünya və malların qiymətlərini qaldırmaq, süni bir şəkildə bahalaşdırmaq bir-birinə qarşı. Vəttəbəğud, bir-birinə qarşı nifrət etmək, buğz etmək. Vəttəhəsud, bir-birinə qarşı həsəd etmək, həsədkarlıq. 6 dənəsi gəldi, bax. Bunlar deyir ondan sonra, bax, həttə yəkunəl bəğyu, həttə yəkunəl bəğy. Bunlar olur və ardınca hətta həddi aşmaq, üsyan və zülm baş verir. Bəğy. Bax, bu 6 bəla, 6 xəstəlik, deməli nədir? Keçmiş ümmətlərin xəstəlikləridir, qardaşlar. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin Peyğəmbərliyinin əlamətlərindəndir, Peyğəmbərliyinin belə deyək ki, dəlillərindəndir ki, bu ümmətin də həmən o xəstəliklərə düşəcəyini Peyğəmbər sallallahu aleyhi və səlləm daha öncədən xəbər verib. Və bu da onun dəlilidir. Hal-hazırda ümmətə fikir versən, bunların hamısı artıqlaması ilə var. Və bu keçmiş ümmətlərin də xəstəlikləri olub. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm zamanında səhabələrin içərisində bu xəstəliklər olmayıb, qardaşlar. Səhabələrdə bu heç biri olmayıb. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm Allahdan olan bir vəhy ilə, xəbərlə bunu xəbər verib bizlərə. Yəni bu xəstəliklər insanda o qədər artır ki, hətta nə edir insan? Artıq azğınlığa düşür. Həddini aşır və azğınlığa düşür, zülmə düşür. Şeyx buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin bunu xəbər verməsi mənim ümmətim də digər ümmətlərin xəstələndiyi kimi xəstələnəcəklər deməsi başlarına gələcək. Bu mücərrədən xəbər deyil, qardaşlar. Bu mücərrədən xəbər deyil. Bu, Peyğəmbər sallallahu aleyhi və səlləmin öz ümmətini xəbərdar etməsi və çəkindirməsidir bu işlərdən. Çəkindirib Peyğəmbər sallallahu aleyhi və səlləm ki, bu şeylərə diqqət etsinlər və bu xəstəliklərdən öz qəlblərini eləsinlər, qorusunlar. Yəni, bunlar nədir? İnsanın o təhlükəli xəstəliklərdən necə özünü qoruyursa, viruslardan, xəstəliklərdən, necə bədənini qoruyursa, bax, bu az öncə bildirilən bu 6 xəstəlik, 6 növ bəla, qorunması lazım olan xəstəliklərdir, problemlərdir. Bundan mübarizə aparmalıdır. Yəni, bilməlidir ki, bu elə bizə aiddir. Yəni, bu sadəcə xəbər deyil. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, mənim ümmətimin də başına bu xəstəliklər gələcək və bu xəstəliklər həqiqətən də ümmətin başına bu bəlalar gəlib və bunu biz elə eləməliyik ki, biz bu xəstəliklərə düşməyək və ya düşmüşüksə hansısa bir dərəcədə Allah qorusun, dərhal onu müalicə edək. Bu Peyğəmbər sallallahu aleyhi ve sellem bizə bunu öyrədir burada. Çünki bunlar nə edir? İnsanı o zərərli xəstəliklər insanın bədənini həlak etdiyi kimi, bunlar da insanın imanını məhv eləyir. İnsanın qəlbini öldürür, qardaşlar.